music. Подобных ситуаций. Мы поможем вернуть ваши средства и окажем поддержку на каждом этапе процесса. В прошлом году нам удалось вернуть средства более чем 10 тысячам клиентов, а уровень успешного возврата составил Bu dələduzluqdur, deməli baxaq. Reklama, mention reklama from Grand Theft Auto. Об этом рекомендатели. Значит, как оплачиваем рекламу? Это местоположение Кипр. Местоположение Kipr. Deməli, böyük ehtimal, təbii ki, mənim bir ehtimalımdır. Bizim bu, əfsuslar olsun ki, xüsusi xidmət əməkdaşları rüşvət alıb ancaq cinayət izinin itirilməsi ilə başları qarışıqdır. Bu, məyus edici bir haldır. Təəssüflü içində bildirirəm. Məsələ bundan ibarətdir ki, bu, ölkə daxilinə gəlib gedən pul nəqliyyat trafiklərinin bir növ xarici vətəndaşların əli ilə idarə olunmağıdır. Mən çox güzel xatırlayıram ki, 2019-cu 20-ci illərdə belə hər hansı bir mobil telefona müdaxilə olduqda xarici vətəndaş tərəfindən bunu edirdilər. Həmçinin məşhur 2022-ci ilə qədər davam eləyən Kapital Bank dələduzluğu da başda olmaqla. Təbii ki, bu dövlət xidmətinin əməkdaşı Alatavə arasında yaşayan bu Üzdən İrağın Fikət adında bir şərəfsin, ləyaqətsin qonşusunun bu metoddan xəbəri və məlumatı var idi. Çünki bu cinayətkar qrupirovkanın başında da duran şəxs məhz xüsusi xidmət orqanının bir əməkdaşıdır. Öz növbəsində törətdiyi cinayətlərin izini itirmək məqsədi ilə, insan alverinin məqsədi ilə və digər çirkin Azərbaycan dövlətinin əleyhinə törədilmiş cinayətlərin izini itirmək məqsədi ilə sadəcə olaraq küllü miqdarda narkotik dövriyyəsinin məsələsini gündəmə qaldırdı və durmadan insan hüquqları ilə Ombudsman İdarəsi və s. hamıya başladı bir növ rüşvət verməyə. Əslində, burada ikili oyun getdi. İkili oyun nədən ibarətdir? Narkotik dövriyyəsini irəli ataraq, narkotik dövriyyəsinin kölgəsində öz əməllərini və bu cinayətkar dəstəyə Kənan Hacıyevdən əlbir olmağına və digər qrupirovka üzvlərindən əlbir olmağının izini itirməyə çalışdım. Buna mən iz itirmək deyirəm. İz itirməklə hal-hazırda cinayət izinin itirilməsi ilə çox yanaşmalar var ki, burada. Çalışırlar ki, bu mütəşəkkil cinayətkar qrupirovkanın cinayət izlərinin izini itirsinlər. Təəssüflü içində bildirirəm ki, çox qəmli bir haldır ki, qəmli hal bundan ibarətdir ki, bu cinayət izinin itirilməsində və cinayətkar dəstənin başında duran şəxs məhz Mirqafar Seyidovdur, qaynın rəisi. Çünki ailə üzvlərində də bu cinayətkar dəstənin üzvləridirlər və keçirmək istədikləri hər hansı bir, həyata keçirmək istədiyi hər hansı bir cinayəti məhz sosial şəbəkələrə müdaxilə və sosial şəbəkələrin idarə olunmağı əsnasında aparırlar. Buna alverdi, insan alveri buna aiddir. Pnevmatik və travmatik silahların alışı və satışı. Satışının daha doğrusu dövriyyəsi. Buna aid küllü miqdarda narkotik dövriyyəsinin idarə olunmağıdır. Daimi olaraq telefon zənglərə qulaq asılır, daimi olaraq belə bir növ cinayətə sövq olunanlar var. Bir növ aktiv cinayət və tüfeyli həyat tərzi yaşayan şəxslər bu şəxslər tərəfindən aşkar edilir və bunların qeyri-ixtiyari olaraq cinayətkar dəstələrinin bir üzvünə çevrilirlər. Bu şəxslər öz cinayətlərini həyata keçirə bilsinlər deyə əsas bu şəxslərə lazım olan insanlar narkotik vasitə asılı insanlardır, narkomanlardır. Hakerlər bu insana lazımdır və bu metoddan daimi olaraq tanışlıq çatlarıdır, sosial şəbəkələrdir və bu cür insanlar və bu adamlar cinayətkarlarla mübarizə aparmaq əvəzinə, cinayətkarlıqla mübarizə aparmaq əvəzinə, tam əksinə cinayətkarları tapırlar, onlara süni cinayət törətdirib, məcburi surətdə özlərinə qul və köləyə çevirirlər. Çox qəmli bir vəziyyətdir, çox ağır bir vəziyyətdir. Yəni bu insanlara belə deyək də öz xalqlarının, millətlərinin, öz millətinin bir nömrəli düşmənləridirlər. Kimlərdir bu adamlar? Nə istəyirlər Azərbaycan xalqından? Məlum məsələdir ki, bu cinayətkar dəstədə Vahabilər də var,
Hacc talihin adamı da var. Və həmin bu metodla Azərbaycan dövlət daxilində törədilmiş kiber cinayətin əlbir olduğu şəxslər hansılar ki, xaricdədirlər, onlarla həyata keçirməklə xaricidəki şəxslərin əlbir olaraq ölkə daxilində cinayət izlərinin itirilməsinə nail ola bilirlər. Çünki belə deyək də, mənim özüm misal üçün də, əgər bu mən tərəfindən bu cinayətlərin üstü açılmasaydı, mənim özümə hər şeyi artıq danışıblar, deyiblər, məlumat veriblər, kimdirlər, nəçidirlər. Hansı kriminal adamlar bunların arxasında dayanıb, əsas məqsədləri nə olub? Təbii ki, bu insanların əsas 4-5 şaxəli məqsədləri var idi. Azərbaycan təhsilini məhv eləmək, Azərbaycan gənclərini məhv eləmək, narkotik vasitələrlə, Azərbaycan gənclərini kriminala istiqamətləndirmək, Azərbaycan gənclərini silah alverinə bir növ istiqamətləndirməklə, pnevmatik, travmatik silahların alveri ilə Azərbaycan ölkəsi daxilində cinayət və cinayətkarlığın inkişafını gətirib çıxartmaq, vətəndaş məlumatlarının media məlumatlarının satışını həyata keçirmək, vətəndaş yazışmalar, WhatsApp, Instagram və digər yazışmalarının satışlarını həyata keçirməklə Azərbaycan ailələrini dağıtmaq və gələcəkdə qurula biləcək yüzlərlə, minlərlə Azərbaycan ailəsini qurulmamağına gətirib çıxartmaq. Yəni ki, bəlkə də xoşbəxt, bir-birlərini sevən insanların həyatını məhv eləmək. Əsas yəni ki, bu adamlar Azərbaycan xalqının daxili, milli düşmənləridirlər, dəfələrlə qeyd elədiyim kimi. Və bu adamların əsas, çirkin məqsədləri Azərbaycan xalqının, Azərbaycan millətinin əleyhinə məqsədlərdir. Çox çirkin, bədirli niyyətlərdir. Mən hesab edirəm ki, bu nifrət, Azərbaycan xalqına qarşı olan nifrət xaricdə əlbir olduğu şəxslər tərəfindən təlimatlar əsnasında həyata keçirilir. Həmin bu metodla bütün qurbanlarının, cinayət qurbanlarının kommentariyaları, ondan sonra yazışma bölməsi və s. hamısı nəzarət altına alınır və hətta bizim möhtərəm prezidentimiz, dəyərli prezidentimiz və onun dəyərli ailəsinə qarşı olan nifrətlərini və kinlərini də yenidən xarici vətəndaşların əli ilə icra edirlər və yeri gəldikdə ağıllarına nə gələn sözləri danışırlar və öz qurbanlarını öz tələsinə, öz axuşlarına salaraq bir növ durmadan, sən istər-istəməz bu şəxslərin ətrafında olduğuna görə durmadan məcburi surətdə səni psixoloji manipulyasiya, təsir və təzyiq altında saxlamağa çalışırlar və həmin adamlar kimlərdir? Vahabilər, hacc talihin adamları və s. Yəni bu negativ tipli insanlardırlar, hansılar ki, əsas məqsədləri öz torlarına saldıqdan sonra daimi olaraq dövlət başçısına qarşı olan, Azərbaycan xalqına qarşı olan nifrətlərini sənin beynivə yeridə bilsinlər deyə. Arxasında kim dayanıb? Şeyx Damətli, Qamətli nə zibildi, o dayanıb. Çox qəmli, çox ağır bir vəziyyətdir ki, bu arxasında duran əsas şəxs xüsusi xidmət orqanının əməkdaşıdır. Alatavər arasında yaşayır. Cinsi azlıqdır, qeydi. Dəfələrlə Fikrətdən, əl-altı tulaları Cəlaldan, Müseybdən istifadə edib. Yəni, bildiyiniz dövlət daxilində bir kiçik dövlət yaradıblar və ağıllarına sözün əsl mənasında nə gəlirsə onu deyirlər. Nə gəlirsə. Olmaz. Olmaz belə şeylər eləmək. Təbii ki, mənim də başıma çoxlu sayda hadisələr gəlib, mənim evimi satdırdılar bu adamlar. Xüsusi xidmət orqanında oturan bu ləyaqətsiz bilirdi ki, problem olanda mən təbii ki, problemi özüm həll eləməyə qadir bir insanam. Mənə torba tikdilər sözün əsl mənasında. Mənim evimi satdırdılar, məni həbs elədilər, tutturdular. Türmədə mənim, belə deyək də, bir növ xasiyyətimə və gedən müəyyən proseslərə təsir eləmək məqsədi ilə cinayət işinin artırılması və məni həbs eləsinlər deyə zona göndərsinlər, belə deyək də. Ona görə əllərindən gələn elədilər ki, durmadan provokasiyalar, durmadan dövlət əleyhinə provokasiyalar baş verirdi. Buna şərait yaradan Kürdəxanı Cəzaçəkmə Müəssisəsinin rəisi Elnur idi. Elnur adlı bir şəxs idi. Hansı ki, bu cinayətlərin havadarlığı ilə məşğuldur və Elnurun Bəhəddin adında özünü avtoritet hesab edən bir qohumu da var.
Bu cinayətkar dəstənin əsas üzvləri bir Qalib Salahzadə, onun oğlu Əli Hüseyn Salahzadə olduğuna görə, məhz Əli Hüseyn Salahzadə türmə həyatını, bu kriminal həyatı, narkotik satmağı və digər cinayətləri də Bəhətdindən öyrənib. Və bir müddət Bəhətdin Razinin yanına gediblər. Mənim evimi satdırandan sonra tutturdular. Tutturandan sonra mən işə düzəldim. İntrus satı ilə mən işdən də çıxartdılar bu adamlar. Kənan Hacıyevin və onun ailəsinin əli ilə. Bir sözdən başıma çox hadisələr gəldi. Bütün hüquqlarımdan məhrum elədilər və hal-hazırda Ombudsman dairəsində Aydın Şəfxanlı küllü miqdarda rüşvət alıb. Bugün mən zəng eləmişdim qaynar xəttinə. Bir həyasız bir xanım, bu Cetski söhbətləri uşaqdır ki, pul yoxdursa, yəni pulun məbləğini bilmirsənsə, o deməli rüşvət almayıb. Bütün sənədlər məndə var, Aydın Şəfxanlının göndərdiyi. Təbii ki, Aydın Şəfxanlı da, aparat rəhbəri də həbs olunacaq. Bir mənalıdır ki, cinayət izinin itirilməsinə dəstək göstərdiyinə görə, vətəndaş hüquqlarından məhrum elədiyinə görə, mən bacardığımı çalışdığım qədər qanuni sürətdə eləyəcəm ki, bu Aydın Şəfxanlı da həbs olunsun. 102 xidmətinə bugün əlaqə saxlamışam, bir xanımla danışırdım. Təbii ki, onun da bu yalanları, e-polis tətbiqi və s. o yalanlar mənə keçmir. 2025-ci ildə 102 xidmətdə rüşvət alıb. Çünki mən 2025-ci ildə 102 xidmətə zəng edib deyəndə ki, bu Vahabi tulasının dalıyca bir postpatrul göndərin, gəlsin izahat yazsın. 102 postpatrul göndərmədi mənə. 102 xidməti postpatrul göndərmədi. 102 xidmətdə Kənan Hacıyevin atasının və ailəsinin Mirqafar Seyidovun tapşırıqlarını həyata keçirirdi. İndi sadəcə olaraq aldığı rüşvətin izini itirməyə çalışırlar. Qəmli bir haldır ki, Azərbaycan dövləti və hüquq mühafizə orqanları əməkdaşları dövlət əleyhinə olan cinayətkar qrupirovkanın tərəfini saxlayırlar. Hansılar ki, xarici cəsusluq edirlər, hansılar ki, Azərbaycan Respublikası daxilində törətdikləri hər hansı bir cinayəti həyata keçirə bilsinlər deyə və bizim hüquq mühafizə orqanlarımız əlacsız qalsınlar deyə onları xarici vətəndaşlarına eləyirdilər. İnşallah ki, tezliklə hamısı həbs olar. Bizim dəyərli generalımız, general-mayor Əbülfət Rzayev ona şər böhtan atılmağı barədə, onun adından saxta sənəd çıxarılmağı barədə, dəfələrlə onun ayağının altının qazılmağı barədə inşallah ki, məlumatlar verər. Baş Mütəşəkkil Cinayətkar Mübarizə İdarəsinin əməkdaşı Mayor Cəfərova ayıb olsun. Həqiqətən Mayor Cəfərova ayıb olsun. Mən ondan belə şey gözləməzdim ki, o bu şeylərə şərait yaratdı. Mən ondan həqiqətən belə bir addım gözləməzdim. İnşallah tezliklə lazımi hüquq mühafizə orqan əməkdaşları lazımi tədbirlər görərlər. Korrupsiyanın Mübarizə İdarəsinin özü də bu çirkin oyunların içərisindədir. Korrupsiyanın Mübarizə İdarəsinə bugün 3 dəfə zəng eləmişəm. Bir dəqiqə, nə qədər zəng eləmişəm mən korrupsiyanın mübarizəyəm. 012 bu Korrupsiyanın Mübarizə İdarəsinin nömrəsidir. 012 361 1002. Mən bu idarə bugün dəfələrlə zəng eləmişəm, amma mənim zənglərim, buyurun, mənim Korrupsiyanın Mübarizə İdarəsinə etdiyim zənglərdir. Heç birinə cavab verməyiblər. Artıq Mirqafar Seyidov, təxribatçı, Azərbaycan dövlətinin düşməni, milli düşməni artıq məlumat da verib Korrupsiyanın Mübarizə İdarəsinə ki, bu barədə zəngimi açmasınlar. Və paralel olaraq da bundan əvvəl də qeyd elədiyim kimi və göstərdiyim kimi məktublarım, telegramlarım, postlar arasında gedir bir-birinə ki, lazımi qurumlar və ən əsas general-mayor Əbülfət Rzayev cənabları bu təxribatçılar və mütəşəkkil cinayət qrupirovka barədə lazımi məlumatlar əldə etməsin. Məktublarımın gizlədilməyinə əsas səbəb nədir? Məktub göndərdiyim ünvanlar cənab general-polkovnik Ramil Usubov idi, general-mayor Əbülfət Rzayev idi və telegram vurduğum cənab nazir general-polkovnik Vilayət Eyvazov olub. Bu şəxslərin əsas məqsədləri mənim bu qrupirovka, band haqqında bildiyim bütün məlumatları ələ keçirərək, mən nə kimi məlumatlar bunlar haqqında bilirəm, onlar barədə məlumat yığaraq və bir növ əks hücuma keçirirlər də, belə deyək də, başlayırlar mənim bildiyim məlumatlar əsnasında bu cinayətkar dəstə barədə həmən bildiyim məlumat, cinayətlərin izini itirməyə başlayırlar. Ancaq iz itirməklə məşğuldurlar. Buna aiddir artıq bu ilin 2026-cı ilin 12 fevralında Kapital Bank dələduzluğunun izini itirməyə çalışdılar. Mahir adında şəxslə, Fərhadın tapşırığı ilə.
və hələ də cinayət izlərinin itirilməsi prosesləri davam etməkdədir. Mən ümid edirəm ki, general-mayor Rzayev cənabları bir reaksiya verər. Mən hesab edirəm ki, bu həyəcan təbilinin çalmaq vaxtıdır. Bu bir təxribata son qoymaq lazımdır və bu şəxslərlə bağlı çox qətiyyətli tədbirlər görmək lazımdır. Təbii ki, başda Məhəmməd Paşazadə olmaq şərti ilə bu şəxslər, gənclər, hansılar ki, özlərini Azərbaycanın gələcəyi hesab edirdilər, birmənalıdır ki, həbs olunmalıdır və olunacaqlar da. Və kimlər ki, rüşvət alıblar, başda Aydın Şəfxanlı, 102 xidmətin əməkdaşları, Baş Korrupsiya ilə Mübarizə İdarəsinin rəisi və əməkdaşları aldığı rüşvətə, verilmiş tapşırıqlara görə cinayət məsuliyyəti daşıyırlar və buna görə cavab verəcəklər.